Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala ehli beytihi tayyibinel tahirinel masuminel mükerremin. Usikum ve nefsi bi tegvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Təzkiyə haqqında danışırdıq və bəhsimizi bugün də davam elətdirmək istəyirəm. Bir həssas nöqtəyə gəlib çıxmışıq bu mövzuda. Ona görə də bir qədər bugün diqqət xahiş edirəm sizdən ki, fikrimizdə olduğu mətləbləri, həqiqətləri çatdıra bilək. Yaduzdadırsa, yəni hər həftə təzkiyənin mərhələlərindən danışırıq. Təzkiyə dediyi yetkinlik deməkdir. Yəni insan yetkinlik üçün yaranıb. İnsanın nicat tapması təzkiyəyə bağlıdır. Yəni insan təzkiyə olunmalıdır, yetkinləşməlidir ki, saadətə çatsın. Və bu da mərhələlərləndir. Mərhələlərindən danışmışıq. Dedik ki, insan hədəfi tanıdıqdan sonra ki, məqsəd nədir? Allahla görüş üçün yaranmışıq, Allahla görüşməliyik bir gün. Ondan sonra özünü tanıyır və sonra da yolu tanıyır. Yolu tanımalıdır. Allaha gedən yol, yəni dünya həyatının xüsusiyyətlərini, qayda qanunlarını tanımalıdır. Və bunlar hamısı təkrar olaraq qeyd edeyim ki, bu yolun, Allaha doğru gedən yolun əsas xüsusiyyətlərindən biri insanın istəklərinə qarşı getməsidir. İstədiklərinin əleyhinə getməsidir. Biz bu dünyada gəlmişik, meyillərimizlə mübarizə aparaq. Ruhumuz genişlənsin ki, Allahla görüşə bilək. Ancaq burada çox diqqət olunmalıdır ki, hansı istəklərimizlə mübarizə aparmalıyıq. Könlümüz çox şeyə bağlanır. Hansılarla mübarizə aparmalıyıq? Nə şəkildə mübarizə aparmalıyıq? Ona görə də keçən həftə dedim ki, bu yolu düzgün getmək üçün yol göstərənə ehtiyac var. Gərək bir nəfər bizə yol göstərsin. Kim göstərməlidir? Allah yol göstərməlidir. Ona görə ki, Allah bizi yaradıb, bizi bizdən yaxşı tanıyır, yolu da bilir, məqsədi də tanıyır, təbii ki, hər şeyi bilir. Ona görə də yolu o göstərməlidir. İnsanlar Allaha doğru hərəkət eləmək istəyirlərsə, gərək ürək istəyən şəkildə yox, Allah deyən şəkildə özü ilə mübarizə aparsın. İstəklərinə qarşı getməkdirsə, özüm istəyən kimi yox, o mənə necə deyir, o şəkildə istəklərimlə mübarizə aparmalıyam. Bu dünya belə yaranıb ki, mütləq biz çətinliklərlə qarşılaşmalıyıq. Heç vaxt bu dünya biz istəyən dünya olmayacaq. Bunu əvvəldən, yolun əvvəlində bilməyimiz lazımdır. Heç vaxt bu dünya bizi tam qane eləməyəcək. Bu dünya bizim istəyimizi verə bilməyəcək bizə. Bunu bilməliyik. Bütün istəklərimizin gerçəkləşməsi mümkünsüzdür. Bu dünyada biz çətinliklərə düşürük, özümüzlə mübarizə aparırıq və bu mübarizənin proqramını kim təqdim eləməlidir bizə? Allah təqdim eləməlidir. Necə təqdim eləyir? Mən çox xülasə danışıram, çünki bir də bəhsin ortasında mən mənzillərə qayıdacam. Amma təkrar üçün yox, təzə söz demək üçün bütün mənzilləri sadalayacam. Ona görə sadalamıram, üstündən keçirəm ki, bəhsin ortasında təzədən o mənzillərə işarə eləyib bəhsi yekunlaşdırmaq istəyirəm. Proqramı Allah təqdim eləməlidir. Mübarizə yolunu Allah göstərməlidir. Necə göstərir? Öz seçdikləri, insanlar içindən seçdikləri övliyaları vasitəsilə. O kəslər ki, özləri bu yolu gedib, bizdən qabaqda gedirlər. Yolu tanıyırlar, bizə də yol göstərməlidirlər. Yol göstərən Allah tərəfindən seçilir insanlar içindən. Və yol göstərən iki xüsusiyyətə malikdir. Bir, o müəllimdir, öyrədir,
təlim verir. Yəni, övliyalar, peyğəmbərlər və imamlar bəşəriyyətin müəllimləridir. Amma müəllimliklə iş bitmir. İşi çətinləşdirən bir məsələ var, odur. O da budur ki, Allahın seçdiyi peyğəmbər və yaxud imam müəllim olmaqla yanaşı, həm də bizim ixtiyar sahibimizdir, əmr sahibidir. Onun işi təkcə yolu başa salıb qıraqda dayanmaq deyil ki, yol budur, gedin. Müəllim necə dərsini deyir, gedir, öz işi ilə məşğuldur. Allah övliyaları belə deyil. Allahın övliyaları, peyğəmbər və imamlar yolu göstərir və hakimdirlər insanlara. Ən-nəbiyyü əvla bil-müminin min ənfusihim. Peyğəmbər sizin ixtiyar sahibinizdir. Özünüz necə özünüzə hakimsiniz, ondan daha artıq peyğəmbər sizə hakimdir. Allah yol göstərməlidir, amma necə? İnsanların içindən layiqliləri seçir, onlarla şərtləşir. Deyir, sizi dünyaya göndərirəm, insanları hidayət eləmək üçün. Siz dünyaya üst tutmayın, cəmaatı doğru yola yönəldin. Onlar da şərti qəbul edirlər, Allah görevləndirir. Boyunlarına vəzifə qoyur və vəzifələri nədir? Vəzifələri təkcə başa salmaq deyil yolu. Sözü çatdırdım və salam, peyk kimi. Elçi kimi, xeyr, vəzifə bundan ibarət deyil. Peyğəmbər və imamlar təkcə müəllim deyirlər, onlar bizim əmr sahiblərimizdir, onlar əmr eləməlidir, onlara itayət vacibdir. Bu, həm yolu asanlaşdırır, həm də çətinləşdirir. Mən istəyirəm, diqqətlə qulaq asasınız, mən nə demək istəyirəm. Bu, həm yolu asanlaşdırır, həm də çətinləşdirir. Niyə? Çətinləşdirir bəzi adamlar üçün. Təkəbbürlü, özünü sevən insanlar heç vaxt kiməsə itayət eləməyi sevmirlər. Hərədə bir söz tapıb danışırlar. İtayət eləmək xüsusiyyəti saf insanlara məxsusdur. Hər bir kişinin işi deyil, kiminsə qabağında müti olsun. Bu, hər adamın bacardığı bir şey deyil. Bəzi ürəyi xarab, çirkin insanlar var ki, onlar çətindir onlar üçün kiməsə itayət eləmək. Deyirsən, kimsən ki, mənim ixtiyar sahibim olasan? Sən də mənim kimi insan, səni gətirib mənim başımda otuzdurdular ki, sən mənə imam olacaqsan, mən də sənə təslim olacağım. O insanlar narahat olur. Qəbul edə bilmir ki, filan kəs mənim ixtiyar sahibimdir. Məsum peyğəmbər və imam elə bir əmr verə bilər ki, bunun ağlı onu başa düşməsin. Bu deyir, mən niyə itayət eləməliyəm ki ona? Burada bir məsələ var, bunu mən qısa deyirəm, çünki çox geniş məsələdir. Bizə irad tuta bilərlər ki, dinimiz kiməsə kör-körana itayəti tövsiyə eləyir. Necə yəni, bu necə dindir ki, kimsə nəsə dedi, kör-körana itayət elə. Bunu mən bir cümlə ilə deyim, sonra da vaxt olsa, başqa vaxtda onu şərh eləyərəm. İmama itayət bərabərdir ağla itayətə. Bir adam ağlına itayət edirsə, biz onu kör-köranəlikdə ittiham eləyə bilmərik. Ki, buna baxı, ağlının sözü ilə oturubdur, bu mütidir, quldur, xeyr. Ağla itayət bu normal bir şeydir və imama itayət bərabərdir ağla itayət eləməyə. Odur ki, imama itayət əvvəl ağıl əsasındadır, yəni necə? Mən Allahın dostunu ağlımla seçirəm, görüm kimdə Allahın dostu, peyğəmbər və imam. Vəlisini ağlımla seçirəm. Elə ki, mənə yəqin oldu ki, bu Allahın seçdiyidir, ondan sonra da vəssalam. Qaynaq ağıldan gəldi, kör-körana peyğəmbəri qəbul eləmədim. Dəlillə, sübutla qəbul elədikdən sonra, elə ki, bildim bunun sözü Allah sözüdür, orada artıq onun nə deməsindən asılı olmayaraq ona itayət eləyirəm, vəssalam. Nə desə deyirəm baş üstə. Ona görə deyirlər ki, fikir verin nə demək istəyirəm, ona görə deyirlər ki, mühüm yaxşı iş görmək deyil. Mühüm kiməsə itayət eləyib yaxşı iş görməkdir. Mühüm yaxşı iş görmək deyil. Mühüm kiminsə əmri ilə yaxşı iş görməkdir və bu çətin məsələdir. Burada insan gərək təkəbbürünü ayağının altına qoysun ki, çoxu burada ilişib qalır, çətinliyi var bu mərhələnin. Bir adam mümkündür, yaxşı işi rahat görür. Eyni işi gəldi, özündən üstünü ona əmr elədi, orada deyim, mən eləmək istəmirəm. Həmin işi rahat görürdü. Əmr ki, ortaya gəldi, bunun hisslərinə toxunur, içi qaynayır, ortaya çıxır və rahat elədiyi işi əmr vasitəsilə eləmək istəmir. Əmr işi çətinləşdirir.
Düz deyirəm, yoxsa yox? Düşünsöz görərsiniz. Hərdən biri bizə nəyisə deyəndə, nəsə içimizdə qaynayır, qəbul eləmək istəmirik. Kimsə deyir. Bax, o imama itayətin çətinliyi bundadır. O kimdir ki, mənə əmr eləsin? Onun nə haqqı var? O da mənim kimi adamdır. Niyə bizim məzhəb vilayət deyir hərmişə, təkid edir vilayət mövzusuna? Vilayət əmrdən mühümdür ona görə. Yəni, əməldən mühümdür. Əməldən. Çünki mühüm budur ki, Allah özü bizi imtihan edir, özümüz kimi birini fəzilətdə eləyir, başımızın üstündə qərar verir, deyib buna deyəcəksən baş üstə. Bunu eləyə bilməyəndən sonra nə qədər namaz qılırsan qiyməti olmur. Ona görə deyib vilayətsiz əməl qəbul olmaz. Keçən dəfə dedim, çoxunun 210'da üzə çıxır. Belə baxırsan, Peyğəmbərin yanında nə qəşəng mömin insanlardır. Nurani, təqvalı görsənirlər. Amma elə ki, Əli ibn Əbi Talibi gətirir Peyğəmbər, qoyur onların müqabilində, görürsən ki, hər nə içəridə vardı, çıxdı. Əli çalxaladı onların içini, üzə çıxartdı. Bütün o içəridə gizlətdiyi, ört-bastır elədiyi xəstəliklər vilayət vasitəsilə zuhur eləyir. Vilayətin əhəmiyyəti bundadır. Vilayət o baş bütü sındırır. O baş büt ki, sındı insanın içində, əməl dəyər verir insana. Yoxsa namaz qıl, oruç tut, yox, kiminsə dilindən gələn əmrlərə itaət eləməliyəm. Bax, işin çətinliyi bundadır. Şeytanı da misal çəkdi, şeytan ən gözəl nümunədir. Şeytan da hərdən bizə nümunə olur. Yəni, onun əməllərinə baxıb, onları tərk eləməklə saadətə çatır o. Şeytan rahat ibadət eləyirdi Allaha. Rahat ibadət eləyirdi. Heç bir tərəddüd yox idi. Hətta mən hədisdə görmüşəm ki, mələklərə də yol göstərirdi, mələkləri nəsihət eləyirdi. Amma elə ki, Adəm gəldi ortaya. Adəmə itayət elə, səcdə elə, bütün içində Allah buyurur ki, o təkəbbür onun içində gizli idi. Burada üzə çıxdı, dedi, o kimdir ki, mən onun qabağında səcdə eləyim? Adəmi onun üzünə gətirib çıxartmaqla, üzünün müqabilində qərar verməklə Allah şeytanı çalxaladı, onun içində olan o gizlətdiyi təkəbbür üzə çıxdı. Ona qədər asan məsələ idi. Allah hamıdan üstündür. Allaha itaət eləməyə nə var ki? İşin çətinliyi budur ki, Allah gətirə əmrini mənim kimi bir adamın dili ilə mənə çatdıra. Şeytanın da düyünü buradaydı, çətinliyi buradaydı. Dedik ki, həyat fəlsəfəsi nədir? İnsanın öz istəkləri ilə mübarizə aparması. Necə mübarizə aparım istəklərimlə? Özüm istəyən kimi yox. Onu da deyir ki, onu da sənə başqası deyəcək, necə mübarizə apar. Onu da başqası deyəcək. Bu biraz çətinləşdirir məsələni. Görürsən, bir adamı yuxudan oyadırsan, görmüsünüz, deyir ki, ged özüm dururam. Yuxudan durmaq özü çətin işdir. Bu yandan da biri səni gəlir, əmr eləyir, oyadır, o iki qat çətinləşdirir, əsəbləşdirir adamı. Onsuz da çətini bir qədər də çətinləşdirir. Dur deyir, əmr eləyir. Əmrdən də insanın xoşu gəlmir. Kimsə buna nəsə deməyindən. Sağlam insanın xoşu gəlir, biraz qarışıq insanın içi, biraz təmiz olmayan insanların xoşu gəlmir. Ona görə deyirsən, çəkil özüm dururam. Allah hökmünə itayətin, belə deyək, nəfslə mübarizənin öz çətinliyi öz yerində. Bu yandan da biri gəlib mənə deyəcək ki, bunu belə elə, bunu elə, iki qat çətinləşir məsələ mənim üçün. İki qat çətinləşdirir məsələni. Görürsünüz, Allah yolunu sizin üçün çətinləşdirirəm. Həmişə mənə deyirlər ki, sən elə danışırsan, adamın xoşu gəlir də, rahatlaşdırırsan. Amma ki, mən elə gəlir təzkiyə mövzusunda əvvəldən axıra qədər hələ ki, çətinləşdirirəm yolu. Elə bil ki, öz ənənəmə qarşı gedirəm. Amma bir söz demək istəyirəm bu bəhsin axırında ki, bu o biri sözlərdən fərqli olacaq. Ona görə dedim ki, qayıdacam o biri mərhələlərə. Allah birini seçir, deyir, əskər kimi olmalısan onun qabağında. Əskərləri görmüsünüz, niyə sualı yoxdur. Niyə məntiqi cəhətdən verilə bilər? Görəsən imam niyə əmr elədi, hikməti axtarmaq olar. Amma etiraz niyəsi yoxdur. Etiraz niyəsi yoxdur. Ona görə çox adam
ilişdi qaldı vilayət məsələsində. Nə qədər bəlalar açdılar Əhl-i Beytin başına. Bax, bu içəridə olan o xislətin təzahür eləməsi gəldi xanım Zəhraya zülm şəklində özünü göstərdi. İmam Hüseynin Kərbəlası şəklində. Hamısı içəridə olan nəfsin üzə çıxması idi, meydana çıxması idi. İndi icazə ver söz. Buradan o yana biraz diqqət eləmək istəyirəm. Çox çalışacağım xülasə olsun. İkinci xütbəni də qısa danışaq. Hava da istidir. Bir səthi çox sürətlə keçək əvvəlki mərhələlərin üzərindən. Yadınızdadır, birinci mərhələ nədir? Biqərarlıq. Biqərarlıq nədir? Yəni insan narahat olur. Görür ki, bu dünyada darıxıram. Bu çətindir, bəli çətindir. Çətinliyi bundadır ki, yəni çətinliyinin dəlili budur ki, bir çox insanlar bu narahatçılıqdan qurtulmaq üçün içkiyə tərəf gedir. Narkomaniyaya tərəf gedir, narkotikə üst tutur, başqa yanlış vasitələrə üst tutur. Niyə görə? Çünki narahatdır, real həyat onu sıxır, görür ki, bura darıxdırıcıdır. O darıxdırıcılığı dəf eləmək üçün gedir süni vasitələr tapır, özünü sakitləşdirmək üçün. Çünki çətindir, darıxdırıcıdır. Unutturmaq üçün özünə, yalancı vasitələr. Bir çox filmlər və verilişlər var, mən baxıram hərdən, siz də yəqin baxırsınız. Baxıram, görürəm ki, buna baxmaq insanın şəxsiyyətinə qarşı təhqirdir. Söhbət onun halal-haramlığından getmir. Yəni, bilirsiniz, bu nəyə oxşayır? Böyük insanı gətirib o səs çıxardan oyuncaqla sakitləşdirəsən, deyərsən, mən təhqir edirsən, uşağı görsən, sakitləşdirirsən, elə bilməsən, bir 40 yaşda kişini gətirəsən oyuncağı deyəsən. Bu təxminən belə bir şeydir. İndiki filmlər, hamısını demirəm təbii ki. Və heç vaxtda demirəm ki, mömin gərək bunlara baxmasın. Baxsın, amma çalışsın ki, onun nə məqsədi var ki, mənim üzərimdə hansı əməliyyatlar eləyəcək? Məni süni şəkildə məst eləyəcək ki, həyatı mənə unuttursun, onun oyununa getməmək şərti ilə. Onun oyununa getməmək şərti ilə. Çox insanlar oynamaq, oxumaq, demək, gülmək, bilirsiniz nə üçündür? Ona görə ki, həyatın reallığından qorxurlar, deyirlər, gedim, axşam istirahət vaxtı gedim, filan kəslərlə əylənim, danışım, gülüm, bir oxusun, mən əl çalım. Bu ilə o süni şəkildə özlərini sakitləşdirmək istəyirlər. Birinci mənzil çətindir, təsdiq edirsiniz ki, çətindir. İkinci mənzil düşünməkdir, yol axtarmaq. Deyərsiniz, düşünməyin nə çətinliyi? Vallah, çox adam üçün düşünmək də çətindir. Hərdən deyirlər ki, bugün qəliz danışdım. Mənə müraciət edirlər, o deyilənlər əsasında da burada hərdən danışıram sizə, mənə nə deyirlər. Ki, çətin danışdınız, adamın beyni götürmür. Düşünmək istəmir insanların çox. Xoş deyir ki, elə onun baxdığı verilişlər hansı verilişlərdir, hansı filmlərdir, hansı əsərlər, mədəniyyət niyə ümumiyyətlə bəsitləşir sizcə? Mədəniyyət gəlir kütləvli, belə pop mədəniyyət nədən yaranır? Çünki insanların çoxu düşünmək istəmir, mədəniyyət də enir aşağı, ona görə də zövqlər də xarab olur. Nə qədər bəsit oldu, bir o qədər yaxşıdır insanların çoxu üçün. Çünki düşünməyə özlərini vadar eləmək istəmir. Düşünməkdə bir çətinlik görürlər. Düşünürlər, düyünlərə düşürlər. Düşünmək gücü ki, zəifdir insanlarda və düşünməyə həvəsləri yoxdur. Ona görə deyə bilər, ikinci mərhələdə çətindir. Yəni, qərarsızlıqdan sonra yadınızda da demişdi ki, insan düşünsün ki, bəs mən hara getməliyəm? Bu düşünmə özündə bir çətinlik var. Yəqin ki, razılaşarsınız. Üçüncüsü, liqaullahdır. Nə idi? Dedi ki, məqsədi tapır adam. Necə tapır demişdim. Allahla görüş. Deyərsən ki, hə, bu şirindir. Bu xoşdur, amma yox, biz başa düşmürük o nə deməkdir. Mahiyyətini başa düşmədiyimiz üçün, mahiyyətini anlamadığımız üçün liqaullah bizim üçün çətinləşir. Bilirsiniz, niyə deyirlər, o ölümdən sonradır. İndi görüşsəydi, nə var idi ki? Deyir, öləcəksən, qəbrə qoyacaqlar, qəbrin əvvəl gecəsi var filan. Deyirlər, sən Allah, bu qorxulu sözlərdən danışma. Ölümdən danışma bizə, Allah uzaq eləsin. Bir xoş sözləniş, keyfimiz açılsın. Liqaullahın özündə də bir çətinlik var. Çünki ölümdən sonra baş verir və keyfiyyətini də başa düşmürük. Allahla görüş, nə qədər də desələr ləzzətlidir, onu biz təcrübə eləməmişik deyə anlamırıq. Odur ki, o da bizə çətin görsənir. Allahla görüşəcək. Dördüncü nədir? Yadınızda da dedim ki, məqsədi tanıyandan sonra məqsədi tez-tez yad eləmək, zikir. Bu da çətindir. Gündə 5 dənə namaz. Birinci budur ki, hər gün yaduğa sal.
Çətin deyilsə gedin təcrübə eləyin. Gündə namazlarınızı bir il hamısını əvvəl vaxtında qılın. Görüm neçə nəfər adam bacaracaq. Bacarandan sonra da başqa çətinliklər var. Bacarmaqla da bitmir ki, sinövə döyəsə, mən bir il qıldım, yox. Nizamlı şəkildə o hədəfi yad eləmək, zikr eləmək özü də çətindir. Bir sıra əməllər eləməlisən, yuxuva haram qatmalısan, halal qatmalısan dedik keçən dəfə. Yuxudan yarımçıq oyanmalısan, oruç tutmalısan və s. və s. və s. O hədəfi yada salmaq üçün. Bu da belə. Özümü tanımaq, bunun çətinliyi nədədir? Özümü tanıyıram, baxıram, görürəm, mən bəndəyəmmiş. Amma istəyirəm azad olam, kefim istəyən eləyəm. Yox, özümə baxıram, görürəm, bəndəyəm. Bəndə olmaq da çətindir, dayanmıram üzərində, vaxt uzalmayayım. Sonra nə idi? Sonra yolu tanımaq. Yolu tanımaq da ki, da elə dedik ki, başdan ayağa çətinlikdir. Həyat əvvəldən bizə Allah elan edir. Ləqəd xələqnəl insan fi kəbəd. Mən səni çətinlikdə yaratdım. Baxırsan, görürsən ki, yox, məni ağır həyat gözləyir. Ha, istəyirsən düzələ, mənim özümdə olur. Biraz ayağımı uzadıram, məcazi mənada ki, rahatlıq. Bilirəm ki, sabah nəsə hardansa zərbə gələcək. Özünüz də təcrübə eləyin. Biraz aramlıq verən kimi bir neçə gün sonra bir dənə imtahan verir. İmtahan da təkcə deyir, bəla gəlsin. Bəzi adamlar imtahan verir, özü hiss eləmir. Amma diqqətlə baxsın, görürsən ki, imtahan dalıca gəlir. Yəni, həyat çox çətindir. İstəklərə qarşı getməlisən. Və sonra nə dedi? Dedi, yol göstərəni tanımalısan. İndicə danışdıq ki, bu da biraz da çətinləşdirir məsələni. Çətinləşdirir o baxımdan ki, özüm kimi bir adam mənə hakim olacaq, mənliyimə toxunur bu. Çətin olur ona itaət eləmək. Niyə insanlar istəmir kirayə yaşasınlar? Çünki xoşlayır ki, ev özümün olsun. İstəsəm divarına mismar vururum, istəsəm şəkil yapışdırırım, istəsəm neyiniyim. Başqasının evi olanda ixtiyarım onun əlindədir. Onun kefinə uyğun mən gərək bu evdə hərəkət eləyəm. Biz istəyirik ki, bizim başımızın üstündə baş olmasın. Düz deyə bunu da deyim, keçim deyəcəyim sözə. Bunu da deyim ki, bəzi insanlar var ki, seyr-suluk əhlidir. Onlar deyir ki, ləzzəti tərk eləməyin ləzzətin özündən artıqdır. Nəfslə mübarizə özü ləzzətdir. Bunlar hamısı var, amma az adamdır. Adətən, əgər bu ləzzətli olsaydı, indi burada hamımız oturmuşduq, arif olardıq. Niyə burada hamımız arif deyilik? Niyə hamımız Allahın sevdiyi bəndə deyil. Çünki yol çətindir. O bəzi insanlar üçün yol mübarizə aparıb bir mərhələyə çatan insanlar üçün bəli bunlar xoşluğa çevrilir. Əmr sahibi məsələni biraz da çətinləşdirir. Elə ki, Əli əleyhissalamın əlin qaldırdı, dedi, mən kuntu mövla, fahaza aliyyum mövla. Cavan oğlanı Peyğəmbər tutub yanında əlindən qaldırır. Yekə-yekə, yaşlı kişilərə, ağsaqqal kişilərə hərəsi bir nüfus sahibidir. Peyğəmbər tərəddüd eləyir bunu deməyə. Allah buyurur ki, deməsin, risalət işini tamamlamamsan. Ya əyyuhər rəsul, bəlliq mə unzilə iləykə min Rəbbik. Heç vaxt belə bir şey olmamışdı, Peyğəmbər tərəddüd eləsin. Allah deyirdi, o da deyirdi. Burada dedi ki, mən bunu necə deyim? Əlini özümdən sonra necə təyin eləyim? İş o yerə çatır ki, ya əyyuhər rəsul, bəlliq mə unzilə iləykə min Rəbbik. Dinən sənə elən sözü. Dinən sözü. Gəlir, tutur onun əlindən, deyir ki, mən kuntu mövla, fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Başlayır içləri qaynamağa. Biri gəlir, o dəfə danışdım, deyir ki, bu söz Allah əmridirsə, tez dinən mən Allah bəla versin, cəhənnəmə də geçsəm dözmək istəmirəm buna. Bu tarixdir, sizə danışıram. Peyğəmbər deyir, onda çəkil mənim yanımdan, mənim yanımda bəla olmaz axı. Çəkil biraz kənara, istədiyi Allah versin. Çəkilir, cəmaatın gözünün qabağında deyirlər, daş gəlir dəyər başına. Elə də dua eləyir. O canını tapşırır. Xanım Fatimə Zəhra deyirlər, orada gəlir Həzrət Əliyə, deyir ki, ya Əbəl Həsən, elə bilirsən, tək budur sənin düşmənin. Bunların çoxunun ürəyində səninkinin var. Amma ki, cürətlisi buydu, gəldi, dedi. O birlər içində saxlayıb, yəni indi görəcəksən, onlar neynəyəcəklər. Onlar sonradan üzə çıxardacaqlar onu.
İndi gəlirəm bugünkü sözün əslinə ki, nə demək istəyirdim. Bir məsələ var. Bu qədər çətinliklərdən ki, danışdıq. Bir məsələ var ki, hər şeyi asanlaşdırır adam üçün. Hər şeyi asanlaşdıran bir məsələ var. Razıyam, bu mərhələlər hamısı çətindir. Amma Allah gərək bir kömək eləyək adama ki, bunları biraz asanlaşdırsın. Bir məsələ var. O da budur ki, elə ki, əmr sahibinin kimliyini tanıdın, Allah onu göstərdi sənə. Bax gör, nə gözəl adamı sənə əmr sahibi qərar vermişəm. Elə ki, ona baxırsan, onun gözəlliyinə məftun olursan, ona aşiq olursan, bütün çətinliklər bir anın içində asanlaşır insan üçün. Aydındır. Elə ki, onun keyfiyyətini, kimliyini, necəliyini, dərəcəsini, gözəlliyini, mənəviyyatının aliliyini dərk elədin, gördün, gözün ona düşdüsə, ondan sonra sən deyirsən ki, sən təkcə əmr elə, mən deyim baş üstə. Canımı istədiyim baş üstə. Bəs axı deyirik, o birilər daha da onu görüb lab azırlar. O xarab insanlardır, batini çirkab insanlardır. Ruhunda bir zərrə qədər səfa olan insanın müqabilində Əli ibn Əbi Talib dayananda, elə ki gözü onun gözünə sataşır, elə ki onu müşahidə edir yaxından, onun eşqi bunun ürəyinə düşür, o zaman bütün çətinliklər aradan gedir. Eşq bunu yarada bilir insanda. Aşıq olursan, sevirsən onu, onlar da sevməli insandır. Bilirsiniz nə baxımdan sevməlidir? Bizim ruhumuzla onlar arasında gizli bir uyğunluq var. Onlar bizim ruhumuzu özünə cəzb eləyir. Allah onları elə yaradıb ki, bizim ruhi ehtiyaclarımıza uyğun şəkildə yaradıb. Allahı sevmək çətindir. Çünki biz Allahı görmürük. O gün bir yerdə mənə sual verdilər ki, axı insan hər halda gördüyünə daha çox tərəf gedir. Ona görə bəzi insanlar maddiyyata üst tutur. Bu həqiqi doğrudan da düz sözdür bu. Maddiyyatı, çünki yedim dadını bilirəm. Namaz nə qədər qıl 50 il ki, hərdən haçandan sonra ləzzəti gələcək. Amma bunu deyən kimi bilirəm, şirindir, turşdur, acıdır, hamısını bilirəm. Biz Allahı görə bilmirik, o uzun mərhələdir ki, Allahı sevək. Allah gətirir işi asanlaşdırmaq üçün nə edir? Özü üçün bir güzgü yaradır yer üzündə. Bir insan yaradır, bütün sifətlərini ona verir. Deyib, baxın, maddi şəkildə məni görmək istəyirsinizsə, budur. Təbii ki, bunlar Allahın yaratdığıdırlar. Amma Allahın güzgüsüdürlər. Xəlifə sözünün mənası budur. Xəlifə, yəni Allahın sifətlərinin güzgüsü. Onu sevmək asan olur. Çünki o bizim kimidir. Onda da his var, bizdə də var. Biz onu görürük, müşahidə edirik. Allah gətirir sifətlərini ona verir ki, onu rahat sevə bilər. Özünü sevmək çətin məsələdir. Allah bunda təcəlli olur, ona görə də hər işi asanlaşdırır. İnsan Allahı sevməsi, liqaullahı sevməsi çətindir, amma bunları sevməsi asandır. Heç bir mənəvi məqamı olmasa da adamın, amma Hüseyni sevmək asandır. Ya Hüseyin deyirsən, heç bilmirsən, hardansa ürəyində bir xoşluq yaranır. Ya Əli deyirsən, belədir. Fatimə deyirsən, belədir. Mən bilmirəm niyə görə Fatimə deyəndə adamın tükü biz dayanır, halı dəyişir, ürəyinin döyüntüsü sürətlənir, başqa cür olur insan. Peyğəmbərin aşığı olur insan. Eşq asanlaşdırır hökmə itayəti. İnanmırsınızsa bir misal çəkim, inanasınız. Ata-ana bir cavan oğlana deyir ki, oğlum, get qonşu üçün bir hədiyyə al filan yerdən. Baxın, nə demək istəyirəm. Get, məsələn, qonşunun ad günüdür, get onun üçün hədiyyə al. Deyir ki, mənim həvəsim yoxdur. Evdə bir şey varsa anasına deyir, al ver, mənim həvəsim və vaxtım yoxdur buna. Amma elə ki, bir cavan oğlan bir qıza aşıq oldu. İndi o qızın ad günüdür. Bu gedir səhərdən axşama qədər razıdır dükanları gəzsin ki, bir yaxşı şey tapsın, onun zövquna uyğun. Heç yerdə də demir, of, yoruldum. Belə şey yoxdur. Yadından çıxır yorulmağı. Bu həqiqət belədir. Cavan uşaqlar, indi insanlar yəqin o mərhələni yaşayıb da, görürsən, bir saatla bir yerdə dayanır ki, istədiyi adam oradan keçəcək. Heç uf da demir. Ona deyir ki, tək ürəyin bir şey istəsin. Hərdən sevdiyimiz böyük adamlara, özümüzə böyük bildiyimiz adamlara deyirlər ki, gecə 3-də də zəng elə eşqlə. Bəzi adamlar o qədər sevirik ki, Allahdan istəyirik ki, bir dənə söz desin bizə, əmr eləsin, onu eləyək. Orada əmrin çətinliyi olmur. Çünki sevginin şiddəti əmri asanlaşdırır, heç xoş eləyir adama. Bunu yəqin ki, təcrübə eləmişsiniz.
Hissiz adamlar eləməz, amma hissi olan insanlar bunu təcrübə eləyərlər həyatda. Ki, eşq, məhəbbət, birinə bağlılıq nə qədər insan üçün çətinlikləri asanlaşdırır və çətinliyi aradan aparır insan üçün. Bu eşqin xüsusiyyətidir. İnsan Əhl-i Beytin vücudunda ilk dəfə eşqi təcrübə eləyir. Çünki Allahı sevməyə hər kişinin işidir. Burada asanlaşır məsələ. Onlar bizim qəlbimizə uyğun yaranıb. Yadınızda da demişdim, Yəməndən bir dəstə adam gəlib, heç vaxt nə Peyğəmbəri görüblər, nə Həzrət Əlini. Birinci görüşləridir. Gəlirlər, deyirlər ki, bunu çox danışmışam sizə, bağışlayın təkrardır. Gəlirlər, deyirlər, ya Rasulallah, sizə Allah ömür versin, Allah sizin ömrünüzü uzun eləsin, sayəvizi başımızın üstündən çəkməsin, amma hamı dünyadan köçəcək, sizdən sonra bizə imam kimi təyin edirsiniz. Peyğəmbər görün nə qəribə bir iş görür. Heç vaxt belə bir iş, yəqin o bir dəfə olub. Deyir ki, gedin, namaz vaxtıydı, hamı cəmaat sıralara düzülmüşdü. Onlar da yaşlı adamlar da vardı içində, cavan da vardı, heyət də gəliblər Peyğəmbəri görməyə. Dedi, gedin o sıraları gəzin, görün özünüz tapa bilirsiniz. Hamı oturub, Əleyhisselam da oturub sırada. Qəribədir bu. Deyir, gəzdilər, gəldilər. Uzundur söhbəti, gəldilər, bir-birinə dedilər, bu adam kimdir ki, bunun qabağında, diyananda elə bildi, atamızı görürük. Hərçənd ki, yaşca da Həzrət Əlidən böyüdülər. Bu kimdir ki, gördük, bununla bizim qəlbimiz arasında hansısa bir əlaqə var. Oturdular dizüstü onun qabağında, dedilər ki, əminik ki, Allahın hüccəti sənsən Peyğəmbərdən sonra. Bu qəribə bir xüsusiyyət var mı? Biz deyirik, hərə birinə aşıqdır, biz də Əliyə aşıqıq, o səhv sözdür. Heç kəsin məhəbbəti sevdiyinə sənin Əliyə olan məhəbbətindən müqayisə olunmaz. Çünki Əli sənin ruhunla həmahəng yaranıb. Fatimə sənin ruhunla həmahəng yaranıb. Sənin ruhunla Fatimə arasında, Əli arasında gizli, hamıdan gizli olan bir uyğunluq var, əlaqə var. Odur ki, Allah övliyalar hərə birini sevir, bizdə bunu yox. Heç kəs onları sənin sevdiyin qədər heç kəs öz sevdiyini sevə bilməz. Allah bu vasitə ilə asanlaşdırdı dinini bizim üçün. Ona görə bu qədər deyiblər, həftədə bir dəfə ən azı İmam Hüseyni yad eləyin, Əhl-i Beyti yad eləyin. Elə bilirik, müstəhəbbi işlərdir də. Niyə deyirlər Kərbəla ziyarətinə gedin? Niyə deyirlər Məşəd ziyarətinə gedin? Ona görə ki, bunsuz din yoxdur. İstəyirsinizsə din asanlaşsın, budur dinin başı. Bunlara məhəbbət şiddətli olsa da sənə ehtiyac olmayacaq desinlər. Ah, uf olmayacaq sənin dinin. O eşq səni vadar eləyəcək ki, tək mənə desinlər bunu Peyğəmbər buyurur. Tək mənə desinlər bunu xanım Fatimə-i Zəhra buyurur. İmam Hüseyin ağa buyurur. Adamın sevdiyinin adı gəlir, o adın şirinliyi ma əhla əsmaəkum duada var. Adlarınız necə şirindir. Adlarında da hikmət var. O səslər var, Fatimə, Hüseyin, onların hamısı hikmət üzündəndir. İnsanın qəlbini ovlayan adlardır. Allah seçib ona görə. Ona görə deyib, bunların adını özüm qoyacam. Çünki adlarının da bir təsiri var. Hər şeyi bunlar şirinləşdirir. Həccə gedirsən, o qədər məşəqqətli əməldən sonra deyir, get Mədinəni ziyarət elə. Mədinəni ziyarət eləmədən həc deyil, Peyğəmbər buyurur. Axı, həc qutardı minadan sonra. Qurban kəsildi, gəldin, təvaf elədin. Nisa təvafı, namaz və salam, həc qutardı. Deyir, həc naqis qalıb. Gəlin Mədiniyə, məni ziyarət eləyin. Bu məhəbbət o dini təkmilləşdirir. Bunsuz din yoxdur. Ona görə gəldilər, dedilər, ya Rasulallah, bir ömür bizə zəhmət çəkdin, xidmət elədin, indi istəyirik sənə əvəz verək. Neyniyək? Dedi ki, Allah dedi, onlara denən, qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Yəqin ki, bu ayəni ən yaxşı indi başa düşdünüz. Denən ki, mən bu dəvətimin müqabilində sizdən təkcə bir şey istəyirəm ki, mənim yaxınlarımı sevəsiniz. Yəni, bütün din bunun içindədir. Bu məhəbbətin içindədir. Əhl-i Beytdə qəlbi ovlamaq xüsusiyyəti var. Allah qoyub bu məhəbbət insanların ürəyində. Biri hər gün gəlir Peyğəmbəri görməyə. Bunu da deyim sizə ki, biz onları nə qədər istəyiriksə, təsəvvür eləmirik, onlar bizi nə qədər sevir. Onların vücudu bizim məhəbbətimizdən yoğrulub. 100 dəfə artıq onlar bizi sevirlər. Biz hərdən elə bilirik ki, biz onları çox istəyirik. 100 dəfə artıq. Allah məhəbbəti bəndələrinə necədir? Onların vücudunda təcəssüm olunur. Gəlirdi, Peyğəmbərə deyirdi ki, hər gün sizi
demirdi, ədəb göstərirdi. Gəlirdi qapıdan, məsələn, bu iş adamı idi, Peyğəmbər də evi məscidə çıxırdı. Peyğəmbər çox vaxt işlərini məsciddə görürdü. Otururdu, gəlirdi, qapıdan baxırdı, gedirdi. Hər gün. Peyğəmbər bir gün soruşdu ki, sən niyə belə edirsən? Deyirdi, ya Rasulallah, Allaha and olsun, taqətim yoxdur, sizsiz qala bilmirəm. Bir dəfə gəldi, baxdı, getdi, yenə gəldi. Dedi, vallah darıxıram, sizi görməsəm gün olmur. Hər gün sizi görməsəm mənim ürəyim dincəlmir. Hər gün istəyirəm üzünüzü görəm. Deyir, o qədər həvəs, şövqü vardı Peyğəmbərə. Peyğəmbər otururdu cəmaatın içindən, görürdü, o gəlib qalxırdı ki, o rahat ona baxa bilsin. Başını qaldırırdı onun üçün. Neçə gün keçir, görür ki, gəlmədi bu. Peyğəmbər soruşur ki, bu görmür məni neçə vaxtdır. Deyirlər, deyəsən, sən onu səni sevdiyindən daha çox sevirsən. Deməli, sən də onu çox sevirsənmiş. Peyğəmbər cavab vermir, amma Quran bu suala cavab verir. Harisun aleykum. Deyir, o sizə qarşı hərisdir. Sizin dəli divanı öz sadə dilimizlə desək. Bugün də deyirlər İmam Zaman, vallah bu sözləri kimsə uydurmayıb. Bu sözlər söz gəlişi deyilməyib. And olsun Allaha ki, sən ah çəkməmişdən qabaq İmam Zaman ah çəkir. Bunu biz qəbul eləməsək məzhəbimizi tanımamışıq biz. Necə olur milyonlarla adamdan qabaq? Bəli. Allahın dediyi yer üzündən nümayəndəsi. Onun ruhu bütün aləmi bir anın içində əhatə edir. Deyir, oğuzun için necə görürsünüz? Biz dünyanı elə görürük. Onların hər tək-təkimizlə əlaqəsi var. Biz onları tanımamışıq deyə bizə qəribə gəlir ki, milyon insanın milyon problemi olacaq. Bu da ah çəkəcək. Bəziləri də irad tutur ki, siz hara şişirdib qaldırmışsınız. Vallahi şişirtməmişik. Hələ dəyərini başa sala bilməmişik. Danışmağa başlasaq, o zaman görərsən ki, təəccüb içində qalarlar. Ki, bunlar kimlərdir? Deyir, siz ah çəkməmişdən qabaq biz ah çəkirik. Hədislərdir bunların hamısı. Peyğəmbər deyir, hardadır, gedək biz onu tapaq. Gedirlər iş yerinə, görürlər, yoxdur. Gedirlər, deyirlər, evdədir. Gəlir Peyğəmbər, görür bu xəstədir. Gözün qaldır, deyir, ya Rasulallah, gəldiniz. Vallah, üzülürdüm, həlak olmağa yaxın idim. Elə darıxmışdım sizin üçün, görə bilmirəm neçə vaxtı. Deyir, götürür dizini, başını alır dizinin üstünə, ana balıya necə sığal çəkər, necə nəvaziş eləyir. Deyir, elə o şəkildə də, aram şəkildə Peyğəmbərin qucağında can verir. Aram şəkildə, aram halda. Mən əminəm ki, biz Peyğəmbərin zamanında, biz desəm böyük çıxar, siz Peyğəmbərin zamanında olsaydınız, ondan da bəlkə şiddətli sevərdiniz Peyğəmbəri. Çünki görməyib ona aşıq olmuşsunuz. O bir gün görmürdü, diyana bilmirdi. Siz doğulandan görməmişsiniz, amma bu qədər məhəbbət var ürəyinizdə. Ona görə Peyğəmbər ah çəkirdi sizlər üçün. Deyirdi, ilahi, qardaşlarım üçün ürəyim darıxır. Qiyamətdə məni onlarla görüşdür. Dedilər, kimdir ya Rasulallah? Bizik səhabələr. Dedi, xeyr, siz dostlarımsınız. Qardaşlarım yazı üzündən mənə iman gətirənlərdir. Üzümü görməyib mənə iman gətirənlərdir. Onlar mənim qardaşlarımdır. Ya sahibə zaman deyirsən, sən deməyindən o ləzzət alır. Deyirsən, əssalamu aleykə ya Əbu Abdullah. Görmüşsünüz, ata-ana olanlar var da məclisdə. Xoşumuz gəlir ki, uşaq deyə ata, deyə ana deyir can. Eyni ilə bu misalı çəkirlər hədislərdə ki, deyirsən, ya İmam Rıza, eşitsöy deyər can sözünü bizim dilimizdə olan sözdə, eyni ilə o iltifat, o rəhmət onlardan bizə gəlir ki, necə ana balasına can deyər. İmam Rızanın hədisidir ki, süd əmər uşağa ananın məhəbbəti necə olar, imamın sizə məhəbbəti elədir. Onunla müqayisə edir. Balanı anadan alsın, süd əmər körpəni, ana az qalar həlak olsun. Şeytan bizi alıb aparanda, onlar az qalır ürəyi diyansın. Odur ki, Allah deyir ki, biraz özü ələ al, Peyğəmbərə deyir. Və sözümün sonunda Peyğəmbərin dəvəti gəlir, çıxır dağın üstündə, Allah qismət eləsin. Səfa dağını gedin, görün Məkkədə. Hərəmin yanında, Kəbənin yanındadır. Səfa dağının üstünə çıxır, deyir, gəlin sizə sözüm var. Birinci sözü Allah olmur. Allah var. Deyir ki, məni tanıyırsınız. Hələ Peyğəmbər olmamışdan adı nə idi? Məhəmməd Əmin.
deyir, məni tanıyırsınız? Deyirlər, bəli. Deyir, desəm ki, düşmən gəlir dağın o tərəfindən sizə hücum eləyir. Gedib yoxlayarsınız, inanarsınız, deyirlər, yoxlamarıq, qaçıb silah götürərik. Yazırlar ki, bəziləri gedirdi silah dalıcına, bu sözündən. Gedirlər silah gətirməyə ki, nəsə bu düşməndən danışır. Deyir, əgər elədirsə, mən sizi qarşıdakı əzabla qorxuduram, mən Allahın rəsuluyam. Bu sözü sadə dilə tərcümə eləsək, deyir, yəni mənə baxın, mənə aşiq olun, mənim vasitəmlə gedin Allaha. Tohiddən danışmır birinci. Deyir, məni tanıyırsınız, məni sevsöz əl üzdən tutub aparacam. İşin əvvəlində istəyir işi asanlaşdırsın, özünü təqdim eləyir, çünki bilir ki, bu seviləsi bir adamdır. Məni sevmək vasitəsi ilə Allaha yaxınlaşa bilərsiniz. Ona görə deyiblər, hər cümə günü tez-tez nüdbə duasını oxuyun. Eynəl Həsən, Eynəl Hüseyn, Eynə Bəqiyyətullah. Deyirsən, hanı İmam Zaman, hanı Həsən, hanı Hüseyn? Axı, biz bunları görməmişik. Ən çətin zamanda da biz yaşayırıq. Deyir, fəyyəbukul bakun, ağlayanlar gərək bunu ağlasınlar ki, bizim bir ağamız var ki, o bizim başımızın üstündə deyil. O gəlsə, onun camalına gözümüz düşsə, onu bir dəfə müşahidə eləsək, namaz qılmaq da asan olacaq, oruç tutmaq da asan olacaq, bütün dini hökmlərə əməl eləmək çox asanlaşacaq. Odur ki, sözümün nəticəsi, bütün bu dinə ki, indiyə qədər çətin mərhələlər saydıq, bir anın içində bu mərhələləri bizə asanlaşdıran, yol göstərəni tanımaqdır. Elə ki, onu tanıdın, ona yaxınlaşdın, qəbirlərini bu qədər sevirik, gedirik məşədə, 2 il keçir, 1 il keçir, bəzən mən görmüşəm adam, deyir ki, neçə aydır gəlmişəm, yenə Kərbəla istəyirəm, yenə Məşəd istəyirəm. Bunlar hamısı səfadan xəbər verir, qəlbin təmizliyindən xəbər verir və bu məhəbbət belədir. Allah onu başa salmaq istəyir ki, qəbirləri belə sevilirsə, gör özləri nədir? Gör özləri nədir? Ona görə deyirlər ki, elə bu zamanda insan onun yoxluğunu hiss eləməlidir. Deyirlər, o zuhur eləyəndən sonra, İmam Zaman zuhur eləyəndən sonra bütün ibadətlər asanlaşacaq insanlar üçün. Çünki bu sevgi təzahür olunacaq. Bu, mənim sözümün xülasəsi. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna əqtaynəkəl kəvsər fəsalli li rabbikə vənhar. İnnə şəniəkə huvel əbtər. Sadaqallahul aliyyul azim.